Ay iki caysa evde. Ay Deniz olabilir. Eyvə, nə olar? Yaxşı, sən işin düşər mənə. Bir yavru olasan səni. Yekə cahilsən ha. Kızlar sənə burada gülür. Nə olar ki? Vagut bro. Deniz, bir de onlar söz deyim. Hə? Aşkım, bir de onlar söz deyim. Deniz. Ülker, sağ ol hayatım. Naybə. Ay Naybə. Onlar bir dənə söz deyim. Naybə, nə pişirirsən? Naybə. Nə pişirirsən? Naybə. Nə pişirirsən? Dide kızlar bilmək istəyir. Ne? Deniz, ne pişirir? Şans. Eşittiniz ne dedi? Deniz. Ay Deniz. Şans. Ne pişirir? Gel sarım. Mama jetzt zu, ich komme gleich. Okay? Yaxşı. Kızlar eşittiniz. Çırıldım az. Nə olsun ağatdidə yümürsüz. Qorma. Az bizdə elə deyirlər də, ağat deyirlər ona da. Onda. Papam o kadar deyib ki, başa düşdün, o ağatı bilmir. O da o bildiğimiz dilden öğrenib də. Biz elə deyirik evdə. Siz necə deyirsiniz? Biz elə deyirik. Hə, da atam deyib, mən də atamdan öyrənmişəm. Hə. Siz ağat deyirsiniz, biz ağat demirik evdə. Biz elə necə var, elə deyirik. Az biz necə tökmüşük, o da elə öyrənib də. Qorma. Siz də elə deyirsiniz. Kızlar, siz necə deyirsiniz evdə? Qovurması. Döş əti deyirik. Döş əti deyir axı o. Döş əti demirik ona, yox. Nə qədər güldüm, hələ mən də. Heç şey demirsiniz? Hələ elə. Görsən bizim kimi deyənlər də var. Biz biraz çok müasirik, başa düşürsünüz. Yani sərbəst, açıq, rahat. Mən həyatda necəyəmsə, sosial şəbəkədə də eləyəm. Mən sizə burada şey eləyən deyirəm. Necə deyirsiniz, görürsən, Deniz özü səsləndirdi. Bu dəqiqə pişirirəm. Doğrudan görsən. Ülkerim, sağ ol balam, izlədim səni. Biz də elə deyirik, kızlar, ad günüm gəlir, çıkıda oynayacaq canlılarda. Elə sevinirəm ki, bir dəfə ad günümdə restoranda tort üfləyərik, bir dənə də tort zakaz eləmişəm, iminli canlı yayın üçün. Sizi ilə birlikdə tort üfləyəcəyəm. Nein. 35 yaşım olur, yubileyim. Düşdüm xalalar listəsinə. Nə vaxtı? Ad günüm əslində 23-dür. Amma istirahətə ondan qabaq gedirəm də. Amma ad günümü keçirdəcəm 22-si. 22-sindən 23-ünə keçən gecə keçirdəcəm. Sizinlə yəqin 21-i üfləyərəm. 22-si çünki restorandayam. 23-ü də rahat, sərbəst. Oturarıq yayınlarda. Çünki 23-ü birinci günə düşür. Şir bürcüsən, az yox, xərçəng. Xərçəngəm qızlar. Prosta birinci günə düşür deyə ağır gündür, keçirtmirəm də birinci günü. Qızlar, son videomu Naybə ilə